Herkese salam. Mini bir vlogla karşınızdayım. Cafe Life City'ye gelmişik. Bilirsiniz de bura bizim daimi məkanımızdır. Yani artıq 2 ilə yaxındır ki, biz hər Bakıya gedəndə burada əyləşirik. Cafe Life City'nin 3 filialı var. Metropark, Sahil, bir də yeni Podium Mall'da açılıb. Bizim ən çox getdiyimiz Sahil filialı olur. Amma hal-hazırda Metroparkdayıq. Buranı sizə gəzdirəcəm. İlk öncə deyim ki, burada Məryəm burgerini uğurlayıram. Məryəm yoxdur. Amma mənim əsl yeməyim budur. Göbələk soslu toyuqla geti. Şəhriyar da özünə burger sifariş verib. Əsad pendir çubuqları, Rabia Club sandviç. Daha sonra Nadir göbələk soslu toyuq sifariş vermişdi yanında düyünlə. Uzun sözün qısası hamımız yeməklərin dadını çox bəyəndik. Onsuz da dediyim kimi 2 ildir burada oturub dururuq. İndi biraz buranı sizə gəzdirmək istəyirəm. Metroparkın ən axırıncı mərtəbəsindəyik. Bura o qədər gözəldir ki, şəkil çəkdirmək üçün o qədər gözəl dizayn olunub ki, ad günü keçirtmək üçün Türkiyə demiş bir köşə də ayarlanıb. Şirniyyatlarından hələ danışmıram, burada çəkə bilməmişəm. Çünki bugün tələsirdik, sifariş verə bilmədik. Məryəm tuturam burada. Yəni gedənlər bilir də buranın yeməklərinin də, məkanının dizaynının da gözəlliyini hamı bilir. Sizə çöldən də çəkilişini göstərmək istəyirəm. Bu yaxınlarda da Podium Mall filialında olacağıq. Orada yeni açılıb və həqiqətən çox gözəldir. Şirniyyatları isə xüsusilə. Bu qədər vlogumuz bitdi. Hələlik.